Parlamentdə baş nazirin dinləmələri davam edir. İrakli Qobaxidze qanunvericilərin suallarını sorğu formatında cavablandıracaq. Əsas vurğu təhsil islahatlarına və Qartal Təpələri layihəsinə yönəldiləcək. Mövcud qaydalara əsasən sual-cavab sessiyasından və fasilələrdən sonra debatlar və çıxışlar nəzərdə tutulub. Parlamentdə əlavə təhlükəsizlik tədbirləri tətbiq olunur. Baş nazirin dinləməsi ilə paralel olaraq qanunverici orqanın yaxınlığında nümayiş keçirilir. Təxminən 10 nəfər vətəndaş toplaşıb. Onlar İrakli Qobaxidzenin qanunverici orqandakı çıxışına etiraz edirlər. Onlar əraziyə müxtəlif məzmunlu plakatlar gətiriblər. ABŞ və Ukrayna sülh planının əksəriyyəti üzrə konsensusa gəliblər, lakin 3 məqamda razılığa gələ bilməyiblər. CNN mənbəyə istinadən yazır. Medianın məlumatına görə fikir ayrılığı ərazi güzəştləri, eləcə də Ukrayna silahlı qüvvələrinin sayının məhdudlaşdırılması təklifi və NATO-ya qoşulmaqdan imtina kimi həssas məsələlərlə bağlıdır. ABŞ prezidentinin özü Rusiyalı və Ukraynalı həmkarları ilə görüşməyi səbirsizliklə gözlədiyini deyir, baxmayaraq ki, o bunun yalnız razılaşmanın son və ya yekun mərhələsində olacağına inanır. Bundan əvvəl Trump xüsusi nümayəndə Steve Witkoff'u Moskvada Putinlə görüşməyə, ordu katibi Dendriskolu isə Ukraynalılarla görüşməyə göndərəcək. Ukraynadan böyük bir ərazinin Rusiyaya təhvil verilməsinin istənilib-istənilmədiyi soruşulduqda Trump qeyd edib ki, Ukrayna bir neçə ay ərzində bu əraziləri itirə bilər. Onun sözlərinə görə Moskva müəyyən güzəştlərə razılaşıb. Britaniya baş naziri yenidən işlənmiş sülh planı üzərində işlərin davam etdiyini bildirib. İcmalar Palatasında çıxış edən Starmer, Cenevrədə ABŞ və Ukrayna arasında yenidən işlənmiş sülh çərçivəsi ilə bağlı müzakirələrdə əhəmiyyətli irəliləyiş əldə edildiyini söylədi. Starmer ədalətli və davamlı sülhə nail olmaq üçün Ukraynanın suverenliyinin qorunub saxlanılmalı olduğunu söylədi. Moskvanın cavab verdiyi yeganə dil təzyiq olduğundan dolayı Avropa İttifaqı Rusiya tərəfindən sülhə səmimi istək yaranana qədər ona təzyiqi artırmağa davam edəcək deyə Avropa Komissiyasının sədri bildirib. Ursula von der Leyen'in sözlərinə görə Rusiya iqtisadiyyatına qarşı koordinasiyalı və ardıcıl sanksiyalar Rusiyanın təcavüzkar müharibə aparmaq üçün resurslarını azaldır. Könüllülər koalisiyasının iclasında Avropa liderləri Rusiyaya təzyiqin gücləndirilməli və Ukraynaya dəstək davam etdirilməli olduğu barədə razılığa gəliblər. Liderlər həmçinin Trumpın səylərini dəstəklədiklərini bildiriblər və bir daha vurğulayıblar ki, Ukraynanın sərhədləri güc yolu ilə dəyişdirməməlidir. Fransa prezidenti müharibəyə son qoymağı hədəfləyən sülh danışıqlarının həlledici mərhələdə olduğunu bildirib. Emmanuel Macron Kiyev üçün güclü təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq, bu zəmanətlərin sadəcə kağız üzərində deyil, möhkəm təhlükəsizlik zəmanətləri toplusunun olduğunu qeyd edib. Rumeniyada Rusiya dronlarının hücumlarının qarşısını almaq üçün ABŞ-ın anti-dron sistemi kömək edəcək. Medianın məlumatına görə Merops sistemi yerləşdirilməyə hazırdır. Rumeniya Polşa ilə birlikdə yeni dron idarə etmə sisteminin hazırlanmasının son mərhələsindədir. Avropa Komissiyasının prezidenti 25 noyabrda Rumeniya və Moldovanın hava məkanının pozulmasına reaksiya verir. Ursula von der Leyen'in sözlərinə görə hadisə Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyi, Ukraynanın maraqlarının isə Avropanın maraqları olduğunu xatırladır. Venezuela prezidentinin tərəfdarları paytaxtda ABŞ-ın mümkün hərbi eskalasiyasına qarşı yürüyüş keçiriblər. Venezuelanın Daxili İşlər naziri Nicolas Maduro tərəfdarlarının yürüyüşünə qoşulub. Yürüyüş ABŞ-ın Venezuela Cartel de los Soles'i xarici terror təşkilatı elan etməsindən və Ağ Evin Maduro və digər yüksək vəzifəli şəxslərin də daxil olduğu qrupa terrorizmlə bağlı sanksiyalar əlavə etməsindən sonra baş tutub. Venezuela hökuməti Vaşinqtonun bu addımını gülünc adlandırıb və ABŞ ölkənin neft və qaz ehtiyatlarına nəzarəti ələ keçirməyə çalışmaqda günahlandırıb.
Latakiyada nümayiş keçirilib. Yüzlərlə Ələvi nümayişçisi Suriyadakı siyasi sistemin mərkəzləşdirilməsini və yeni hökumət tərəfindən saxlanılan insanların azad edilməsini tələb etmək üçün toplaşıb. Suriya Təhlükəsizlik Qüvvələri onları dağıtmaq üçün odlu silahlardan istifadə edib. Video görüntüdə bir nəfərin huşsuz vəziyyətdə uzandığı görünür. Hadisə yerində hökumət tərəfdarları da toplaşıb. Daha sonra atəş səsləri eşidilib. Latakiya əyalətinin media əlaqələri rəhbərinin sözlərinə görə Təhlükəsizlik Qüvvələri etirazçıları dağıtmaq üçün havaya atəş açıb. Onun sözlərinə görə naməlum hücum edənlər mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə də atəş açıblar.